Sağlam əziz dostlar, sabahınız xeyir, gününüz uğurlu olsun. Özümü qırxmışam işə, belə dinləyəcək sizə. Bəli, hazırda durmuşam, saat 10 falandır, 6-cı gündür və indi gedəcəm riyaziyyata inşallah. Çıxarkım edəcək başımızı. Üzrü sayt, yolda görüşərik ya da burada saç kadra, ciddi. Burada sizi dönlər tanış edeyim, bizim bu uşaq yemək yiyir. Belə. Bəli. Gedirik, hazırlığa inşallah, riyaziyyata gedəcəm, oradan da çıxacam, ingilis dilinə gedəcəm, əlavəyə. Görək nə gəlir başımıza. Riyaziyyatdan çıxdım, saçımı götürərdim, çəkək. Hava işə günəşlidir, uzun günlərdən sonra. Əslən dönəndə günəşlidir azmaz. Bəli, riyaziyyatdan çıxdım, gələm ingilis dilinə. Gedək. Gələkdən bəzi işlərim var, oturmuşam etibaqda. Hazırlığa hələ yarım saat yoxsa 1 saat var hələ. 3-5 videonu paylaşam. Dünən baxdığınız videonu eyni paylaşacağım gəlsə. Bəzi indiki video biraz səsli etdiyim. Gedəcəm inşallah hazır. Bəli, buradan çıxdım, videoları paylaşdım. İndi isə gedirəm ingilis dilinə. Görək nə gəlir başımıza. Evdəyəm. Bəli, rahatam. Çünki sabah bazar günüdür və sabah sınaq var. Yəni bazar günü də dərs falan da yoxdur, yəni boşam, sabahlar keçən inşallah. Oturayım sabah birazdan bəlkə birinci, ikinci günün dərsdən işləyərəm ki, bazar günü də birinci gün kimi azalsın, amma belə çox da işim yoxdur. Oturacam biraz sınav təşərrüyərəm yəqin, kinoya falan baxaram. Kino tövsiyələriniz olsa, kommentlər falan yazın baxaram. Bəli, belə yemək falan yeni dərs təşərrüyəm. Sonraki kadrda görüşərik. Deməli, boşluqdan istifadə edib yemək bişirəcəm. Yemək yoxdur əslində keks. Asan bişirilir deyəsən. Yoxlayacağam. Bu da artıq yavaş-yavaş pişir. İndi də azmaz buna belə kəsməyə çalışıram. Aha, yavaş-yavaş da sonra döşək belə. Və bəli əziz dostlar, bugünün adı bugünkü vloqumuz sona çatır. Videoya like atıb kanala abunə olsanız sevinərəm. Keks videosu da səhifəyə tıklayıb səhifəyə girib oradan tapa bilərsiniz bundan sonraki videolarda. Hələlik sağ olun, görüşək inşallah.